Əziz və hörmətli dostlar, tamaşaçılar, sizi Azərbaycanın dilbər güşəsi olan Şamaxı şəhərindən salamlayıram. Bura Şamaxının Məlhəm kəndidir və Şamaxının Məlhəm kəndində gözəl Məlhəm adlı restoran var. Təbiətin qoynunda. İnşallah bu restoranı sizə təqdim edəcəm. Bu ərazi park hissəsidir. Maşınlar, baxın, əksəriyyəti Bakı nömrələridir, Bakıdan istirahətə gələnlərdir. Şamaxı özü isə Azərbaycanın ən qədim yaşayış məntəqələrindən biridir. Vaxtilə Azərbaycanın paytaxtı da olmuşdur. Amma zəlzələlər nəticəsində dəfələrlə dağılmış, yenidən qurulmuş bir şəhərdir. Bir sözlə, Məlhəm kəndi isə Şamaxıdan bir neçə kilometr aralıda yerləşir. Şamaxı ümumiyyətcə 750 metr hündürlükdə yerləşir. Ona görə buranın temperaturu, havası çox fərqlidir. Bakıya görə gözəl havası var, gözəl təbiəti var. Həm də Şamaxı Azərbaycanın mədəniyyət mərkəzidir. Məlhəm kəndi də ən qədim yaşayış məntəqələrindən biridir. Və Məlhəm kəndində bir çox şairlər, elm adamları yetişmişdir, çıxmışdır. Onlardan biri Xəqanini misal olaraq göstərmək olar və s. Bütün bu bilgiləri verdikdən sonra keçirəm restoranı sizə təqdim eləməyə. Bunlar restoranın Məlhəm Şuşa qapalı zallarıdır. Orada da var, içəridə də var. Gözəl qazan yeməkləri olur və gözəl banket yerləri. Bir sözlə maraqlı bir yer sizə təqdim edirəm. Bəlkə tanımayanlar varsa gələ bilərlər. Şamaxı Bakıdan hardasa 180 kilometr məsafədə yerləşir. Maşınla 2 saatlıq yoldur, yaxındır, gəlmək mümkündür. İndi daxil oluram içəriyə. Çox gözəl servis, xidmət, yeməklər hamısı möhtəşəm. Əsl Azərbaycan yeməkləri təqdim olunur. Bir də buranın əti olsun, hamısı kənd yeməkləridir, kənd məhsullarıdır. Baxın, burada qazan yeməkləridir, cürbəcür. Mətbəx də elə qoyulub ki, yəni göz önündədir, burada hər şey tərtəmiz. Restoran ərazisi çox böyükdür. Bu tərəfdə də bir neçə dənə kabinetləri var. Belə indi boş yer olsa göstərəcəm sizə. Burada bir kabinet var, onu göstərim. Baxın, belə ailəvi şəkildə gələ bilərsiniz, otura bilərsiniz. Böyük monitor var burada, televizor, isitmə sistemi. Xidmət olduqca sürətli və gözəldir. Bura ümumiyyətcə Şamaxının məşhur restoranlarından biridir. Və burada bir neçə dənə kabinetlər var. Hava biraz sərin olduğuna görə biz də kabinetdə oturduq. İndi isə əraziyə baxacağıq. Belə əziz dostlar, indi isə düşürük restoranın yaşıl ərazisinə baxmağa. Çünki hər yer ağaçlar, gözəllik və əsl ruhun dincələcəyi bir yerdir. Güllər, çiçəklər. Burada qədimi samovarlarda Azərbaycanın milli samovar çayından sifariş verib içə bilərsiniz. Burada da mətbəxlər, kebablar. Bura kebabçılar hissəsidir. Və bu şəkildə 10 nəfərlik, 5 nəfərlik və daha böyük masalar var. Üstü də qapalı. Dediyim kimi, bura Bakıdan əsasən çox maşınlar gəlir. Azərbaycanın hər yerindən bura gəlirlər, istirahət edirlər. Biz də həmçinin. Bura daha böyük yerdir, adam sayı olaraq. Yeməkləri doğrudan da çox ləzzətlidir. Əsl turistlərin bura gələ biləcəyi bir yerdir. Qiymətləri də çox normal, münasib. Ərazisi böyükdür. Aşağıya kimi ərazi gedir. İndi hər tərəfə yavaş-yavaş baxacağıq. Sırf bu ərazidə Məlhəm kəndinin üzərində buludlar var idi, yağış yağma ehtimalı var idi. Kənd isə qarşıda yerləşir. Hardasa 1500-ə yaxın əhalisi olan bir kənddir. Amma çox gözəl kənddir. İndi sizə göstərməyə çalışacağım buradan. Baxın əziz dostlar. Yamyaşıl bir kənddir bura.
Və orada da kənd evləri hamısı yuxarıda. Restoran ərazisi isə aşağıda. İndi bir dövrə vuracağıq buraları. Azərbaycanda gözəl yerlər, şəhərlər, kəndlər çoxdur. İnşallah qismət olduqca biz də səfər edib işıqlandırıb göstərməyə çalışacağım. Mən demək olar ki, Azərbaycan bir çox rayon və şəhərlərində olmuşam əvvəllər. Amma başqa iş məqsədi, yəni biz futbol oynayırdıq. Profesional futbol həyatım olduğuna görə o şəhərlərə gedirdik, maçlar, oyunlar, təlim məşq toplanışları. Amma gəzmək olaraq bu tam fərqli bir şeydir. Bundan belə inşallah gəzmək üçün də gedə bilərik. Fürsət tapdıqca. Baxın, restoran ərazisi çox böyük və gözəl. Bir də təmizliyə xüsusi önəm verilir. Tərtəmiz, səliqəli. Həm ərazisi təmizdir, həm xidmət təmizdir. Yəni qab, qacaq, hər şey xüsusi fikir verilir. Buradan düşünürəm ki, Məlhəm kəndini daha yaxşı göstərəcəm sizə. Baxın. Yamyaşıllığa bürünmüş bir kənddir bura. Əlbəttə ki, belə təmiz havada, belə gözəl iqlimdə, təmiz qidaların olduğu yerdə gözəl elm adamları yetişir. Açıq beyinli, açıq zehinli, düzgün qidalanma ilə, keyfiyyətli qidalanma ilə. Yəni bu fürsəti əlbəttə dəyərləndirmək. Mən düşünürəm ki, belə yerlərə daha da önəm verib, burada təhsili daha da inkişaf elətdirmək olar ki, buradan daha çox gözəl elm insanları, ölkəyə faydalı insanlar çıxmış olsun. Bugün inşallah başqa yerlərə də getməyə çalışacağıq. Gözəl videolar çəkməyə çalışacağım. O tərəfdə uşaqların əylənməsi üçün balaca yer də ayrılıb. Rezervasiyalı yerlər də az deyil, baxın. Artıq sifarişlər qəbul olunur. Bəli, burada olan maşınların %99'u Bakı maşınlarıdır. Bugün də bazar günü. Hamı istirahət üçün üst tutub təmiz havalı Şamaxıya. Biz də həmçinin. Belə hörmətli dostlar, Şamaxı, Məlhəm kəndi ilk dəfə gəldiyimiz bir yer və gözəl təbiətin qoynunda Məlhəm restoranı. Şamaxı həm də Qafqaz dağlarının ətəyində yerləşən bir şəhərdir. Baxın, arxa tərəfdə çox hündür olmayan dağlardır, amma ümumi götürəndə dağlıq ərazi də var burada. Belə hörmətli dostlar, bununla da Məlhəm restoranına olan videomu yekunlaşdırıram. İnşallah gələn videolarda görüşənədək sağ olun, var olun.